mediada manşet xəbərlərini diqqətinizə çatdıracağım. Vəziyyətin gərginləşdirilməsi istiqamətində addımlar atılır. Hər vaxtınız xeyir olsun. Gündəm efirdədir. Bu həftə gündəm mövzuları ilə qarşınızdayıq. Maraqlı məlumatları diqqətinizə çatdıracağıq və həftənin ən gündəm xəbərlərini müzakirəsi ilə, şərhləri ilə sizlərə təqdim edəcəyik. Eyni zamanda qonağım var bugün. Qonağım hüquq üzrə fəlsəfə doktoru Əli-Özsət Allahverdiyevdir. Xoş gəlmisiniz. Xoş gününüz olsun. Salam verirəm. Təbii ki, bu həftənin gündəmi o qədər də ürək açan deyil. İctimaiyyət adına, Azərbaycan gəncliyi adına, Azərbaycan ictimaiyyəti adına, xalqımız adına üzücü hadisələr də baş verib. İrəliləyən dəqiqələrdə mən həftənin əsas mövzusuna qayıdacağım və bu mövzu barədə danışacağıq. Amma istərdim ki, öncə mediada manşet xəbərlərindən bir neçəsini təqdim edim. Bu həftənin əsas gündəm xəbərlərindən elə biri ən yeni xəbəri. Bakıda daha 3 məktəb direktoru işdən çıxarıldı. Bu barədə məlumat yayılıb. Bakı şəhəri üzrə Təhsil İdarəsi bu barədə məlumatı verib. Bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələrindəki məktəb idarə etməsi, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması, digər müvafiq istiqamətlər üzrə aparılan monitorinqlər nəticəsində Bakı şəhəri 65 nömrəli məktəbin direktoru Arzu Miriyev, 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Hər üç ümumi təhsil məktəbinin normal fəaliyyətinin təmin olunması Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir. Məlumatda vurğulanıb ki, təhsil müəssisələrində monitorinqlər davamlı və ardıcıl olaraq həyata keçirilir. 2 gün əvvəl Mehriban Ələkbərovanın işdən çıxarılması haqqında da xəbərlər yayılırdı. Direktor özü bunu təksib edərək hal-hazırda işdə deyiləm, işdən də çıxmamışam deyə cavab vermişdi. Belə ki, artıq son zamanlar təhsil müəssisələrində, xüsusilə məktəblərdə monitorinqlər start verib. Bizim də bir neçə verilişimiz silsilə olaraq təhsilə həsr olundu. Bir neçə təhsillə bağlı ekspertlər dəvət olundu. Təhsil müəssisələrində olan məsələləri üzrə çıxartdıq, təqdim etdik ictimaiyyətə. Müəyyən məsələlər ictimailəşdi və bununla bağlı hal-hazırda artıq monitorinqlər gücləndirilib. Bakı şəhər üzrə Təhsil İdarəsi artıq monitorinqlərin davamlı olacağını da bildirib. Növbəti xəbər çox maraqlı və gözlənilən xəbər idi. Əslində Azərbaycan qanunvericiliyində bu barədə qanunlar var idi, amma indi artıq xəbər və qanunvericilikdə dəyişiklik öz əksini tapıb. Belə ki, məhsulu yalandan reklam edə bilməyəcəklər. Tez-tez qarşınıza sizi yoran, həm sosial şəbəkələrdə, həm digər internet resurslarında reklamlar çıxır. Hətta bəzilərimiz bu reklamlardan bezirik və peşəkar və qeyri-peşəkar reklamlar da var. Bunlar sosial media reklamları var ki, elələrindəki bu reklamların mətnində, kontentində heç bir reklam qanunvericiliyi əsasları qorunmur. Belə ki, bundan sonra influencerlər və blogerlər yalandan reklam paylaşa bilməyəcəklər. Çünki artıq Prezident İlham Əliyevin təsdiqlədiyi reklam haqqında qanuna dəyişiklikdə bu qanun dəyişikliyi öz əksini tapıb. Belə ki, bundan sonra hər bir influencer və ya bloger sosial media hesablarından etdiyi reklamlarda mütləq şəkildə reklam hüququ əsasında və ya sponsorluq və ya tərəfdaşlıq qeydini əlavə etməlidir mütləq şəkildə ki, bildirməlidir ki, onu izləyən insanlar və ictimaiyyət bu bir reklam paylaşımıdır. Və eyni zamanda digər tərəfdən isə məhsulu istifadə etmədən, o məhsulun istifadəçisi olmadan onu reklam etmək olmaz. Yəni, yalandan reklam etmək olmaz. Bu məsələnin, bu qanunun artıq bir digər tərəfləri də var. Yalandan reklamlar, yalançı təriflər, həqiqətə uyğun olmayan reklam sözləri, reklam kontentləri, mətnləri ki, bugün Azərbaycanda geniş yayılıb. Biz tez-tez rast gəlirik ki, ən mükəmməl, ən keyfiyyətli, ən qabaqcıl, ən sürətli, hətta bizim televiziyalarımızda var, ən baxımlı, ən reytinqli, ən populyar, ən maraqlı. Kim verir bu ən maraqlı statusu? Maraqlıdır. Bu dəqiqləşdirən bir informasiya olmadan, təsdiq olmadan bunu paylaşmaq, demək olmaz qəti şəkildə və bundan sonra artıq ciddi şəkildə buna nəzarət olunacaq. Və istəyərdim elə bu mövzudan başlayaq Əli-Özsət müəllim.
çox maraqlı qanundur. Yəni, əslində qanunun dəyişikliyin qüvvəyə minməsi. Bu barədə fikirlərinizi alaq. Təşəkkür edirəm. Əslində bu cəmiyyət üçün olduqca ağırlı məsələdir. Bilirsiniz, insanlarda inam hissinin itməsinə səbəb olur. Əgər doğrudan da məhsul bilə-bilə yalandan reklam olursa və sabahsı gün biz keyfiyyətli məhsulun dünən aldığımız məhsul kimi olub-olmayacağına şübhə edirik. Yəni, inana bilmirik ki, dünən aldığımız reklam olmuş məhsul keyfiyyətsiz çıxdı. Bugün keyfiyyətli bir məhsulu görəndə fikirləşirik ki, bu da onun bir formasıdır. İnana bilmirik. Bu baxımdan əlbəttə alıcılara, ümumiyyətlə istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Hesab edirəm ki, qanuna olunan dəyişiklik çox zəruridir. Yəni, vaxtında olan dəyişiklikdir. Bu, həm də qeyd etdiyim kimi istehlakçıların hüquqlarının qorunmasına xidmət edir. İkinci bir tərəfdən, həm reklam edənlər, həm də reklam olunan məhsulu alanlar da bilməlidirlər ki, reklam edən şəxslər bilə-bilə yalan reklam eləyərlərsə bu məhsulları və onun keyfiyyətindən xəbəri olmadan bunu reklam eləyərsə, hansı ki, siz qeyd elədiyiniz reklam haqqında qanunda o dəyişikliklər var ki, onlar artıq buna imkan verməyəcək. Əgər bu edirlərsə bunu, Cinayət Qanunu Vericinin 198-ci maddəsinə müvafiq olaraq konkret olaraq məsuliyyət daşıyırlar. Yəni, həm cərimə olunma ehtimalı var, həm də ki, 1 il və 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına layiq görülə bilərlər. Yəni, artıq bu reklamla məşğul olan şəxslər bunu bilməlidirlər və məsuliyyətdən boyun qaçıra bilməzlər. Bir də, Əcət müəllim, reklamın kontenti də əsasdır. Bəzən bugün mərc oyunlarının, qanunsuz qumar oyunlarının reklamları gedir. Bəli. Sosial şəbəkələrdə mənbəsi bəzən xaricdən gəlir, amma bugün reklamlar gedir. Əgər təsdiqlənməmiş, rəsmi lisenziyası olmayan oyunların reklamları gedir. Aldadılır vətəndaşlar, dələduzluğun qurbanı olurlar. Sonra bir məsələ də bizdə o qədər də qanunvericilikdə əksini tapsa da, amma mediada bu qorunmur. Həm sosial mediada, həm də ənənəvi mediada yaş məhdudiyyəti məsələsi. Bəzi reklamlar var ki, onlar 18 yaşdan aşağı uşaqlar baxmamalı. Çünki təhrik ola bilərlər, aldana bilərlər. Valideynlərinin o qədər var ki, şikayətlər, valideynlərinin kartını icazəsiz oyunlara... Var, bəli. Tək, belə deyim də, tək mərc oyunlarında uduzmaq kimi məsələlər olsa yenə yaxşıdır. Təhlükəli məsələlər var ki, uşaqların sonunda intiharına gətirib çıxarır. İntihardan başqa və yaxud başqa bir formada cinayətkar şəbəkəyə cəlb olunma məsələləri var, sosial şəbəkə vasitəsilə. Bilirsiniz, əvvəllər bu yox idi, əlbəttə ki, uşaqlara nəzarət də daha rahat idi. İndi görürsünüz, uşaqların, yeniyetmələrin hər birinin əlində telefon, rəqəmsallaşan dünyada sən uşaqları bundan məhrum edə bilməzsən. Mümkün deyil. Yəni, bu bizim gündəlik, belə deyək də, həyatımızın bir hissəsinə çevrilib. Bu baxımdan mən düşünürəm ki, bu sahədə maarifləndirilmənin gücləndirilməsi faydalı olar. İkinci bir tərəfdən, bax, o qeyd etdiyiniz kimi reklam məsələlərinə bir qədər məhdudiyyətin qoyulması demək olar ki, məsələnin aradan qalxmasına şərait yarada bilər. Tam aradan qalxmayacaq təbii ki, mümkün deyil. Yəni, cəmiyyətdə elə bir əməl yoxdur ki, onu tam qarşısını almaq mümkün olsun. Cəzanı ağırlaşdırsaq belə, nə olsa belə onun tam qarşısını almaq mümkün deyil. Əsas mövzumuza keçid eləyək. Bu həftə çox üzücü xəbər gündəmimizdədir və istərdim ki, bu məsələnin detalları və müzakirəsinə başlayaq. 18 yaşlı Elgün İbrahimov əgər yaşasaydı, bir neçə günlər sonra son zəngini qeyd edəcəkdi. Əgər həyatı davam etsəydi, imtahana daxil olub, universitetə daxil olacaqdı. Ən böyük arzularından biri idi. Birinci imtahanı yüksək balla bitirir. Son zəng ərəfəsində, hazırlıqlara getdiyi bir ərəfədə vəfat edir. Və Elgünün ölümü çox ciddi sirlər üzərində qalıb. Elgünün ölümü araşdırılır. Elgün İbrahimov 12 may tarixində Gəncə şəhərində Texnologiya Universitetinin yataqxanasında, istifadə olunmayan yataqxanada, həyətində çox ağır zərbələr almış formada, çox ağır yaralı formada tapılır və səhəri gün xəstəxanada dünyasını dəyişir. Elgünün ölümü bütün Azərbaycanı sarsıtdı. Elgünün ölümü bütün Azərbaycan ictimaiyyətini titrətdi və Elgünün ölümünə hər kəs münasibət bildirir. Bugün biz də bu mövzunun müzakirəsini edəcəyik və
bu mövzuda bağlı artıq bizim RTV əməkdaşları və News 24 əməkdaşları Gəncə şəhərində olublar. Müəyyən kadrlar var, müəyyən müsahibələr alınıb, görüntülər var. O görüntüləri izləyəcəksiniz efirin gedişatında. Əlbəttə mən çətin olsa da bu mövzuda istədim danışaq. Elgün İbrahimovun belə deyək, Elgün İbrahimovun bu formada cinayət işinin detalları da bizə məlum deyil. İlk öncə hansı sözlərdən başlamaq olar, hansı bir ümumi fikir bildirmək olar ki, sonra biz detallara keçək. Sizin ümumi mülahizəniz nə olar? Neçə gündür izləyirsiniz bir hüquqşünas kimi? Təşəkkür edirəm. Əslində doğrudan da çox üzücü və ağırlı bir məsələdir. Hamımızı düşündürən məsələdir. Çünki bu cinayətin törədilməsində siz fikir verirsinizsə, xüsusi amansızlıq var. Yəni, tutaq ki, belə deyim də, qisas məqsədi ilə törədilirsə, hə, öldürdü, kifayətləndi. Amma burada qisas məqsədini də yəni, biz üstündə dayana bilmirik. Həddindən artıq amansızlıqla, işgəncə ilə öldürülüb bu adam. Görüntülər onu deyir və məlumatlar onu deyir ki, buna qarşı çox amansız davranıblar. Və bu da bir neçə istiqamətdə bunu şərh eləmək olar. Aydınlaşmalıdır. Bu adam sadəcə məqsəd öldürülməkmi olub? Niyyət bunu öldürməkmi olub? Yaxud tamah məqsədinənmi? Hansısa bir formada bunda olan nəyisə almaq üçünmü? Və yaxud burada xuliqanlıq tərkibi varmı, cinayət tərkibi? Eyni zamanda quldurluq məqsədindən mi öldürülüb? Bunların hamısı aydınlaşmalıdır. Bunlar aydınlaşmadan konkret fikir söyləmək olduqca çətindir. İkinci bir tərəfdən bilirsiniz ki, hüquq mühafizə orqanları bununla bağlı çox aktiv şəkildə fəaliyyətə başlayıb. Çox güman ki, bir çox məsələlər var ki, onlar istintaq sirridir, hələ ictimaiyyətə açıqlamırlar. Yəqin ki, qısa zamanda bunlar hamısı açıqlanacaq. Mümkün deyil ki, bu cinayət açılmasın. Yəni, bunun törədənlər bir mənalı şəkildə məsuliyyətə cəlb olunmalıdır. Təbii, insanlar arasında dava olur, ruhi həyəcan vəziyyətində, affekt vəziyyətində biri o birisini öldürür. Burada məsələ tamam başqadır. Yəni, buna onu demək mümkün deyil. Birincisi, bu gənc yeniyetmə elə bir gücə də malik deyil ki, kiməsə nəsə eləmiş olsun. Versiyalar çoxdur. Amma bu mərhələdə aydınlaşmalıdır ki, hansı niyyətlə öldürülüb bu? Məqsəd nə olub? Bu aydınlaşdırılandan sonra digər məsələlər üstə dayanmaq olar. Və düşünürəm ki, bununla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılacaq. Çox böyük ehtimal ki, 120.2.4 maddəsində cinayət işi başlanacaq. Amansızlıqla öldürmə. Əgər orada xuliqanlığın tərkibi varsa, tamah məqsədi varsa və yaxud quldurluqla, soyğunçuluqla bağlıdırsa, bu maddələr də demək olar oraya əlavə olunub, ağırlaşdırıcı hal üzrə həmin şəxsin məsuliyyətə cəlb olunması reallaşacaq. Özür burada detallar var. Mən istəyirəm buna bir şərh verəm, daha sonra sizdən soruşum. Elgünün ölümü ilə bağlı diqqət yetirinizsə bir neçə məqamlar var ki, bəlkə biz bunu gözdən qaçırırıq. Birincisi, binanı biz baxdıq, 5 mərtəbəli bir binada, otun üstündə və düşərkən heç bir yerə çırpılma deyə bir riski olmayan bir zəmindir. Bir bina fasadıdır. Oradan düşən bir uşaq heç vaxt bu formada zədələr almaz. Yəni biz dəqiq təsdiqini bilmirik, amma videolar yayılıb ki, gözünün çıxarılması ilə bağlı, ciyərinin partlaması və s. xəsarətlər alması, başı və s. Yəni o 5 mərtəbəli binanın bilinmir neçənci mərtəbəsinə olub da, yəni ən 5-ci mərtəbə olsun. Yəni bir nöqtədən zədə almaq ehtimalı daha çoxdur. İkinci bir məsələ, bizim RTV əməkdaşları şahidi müsahibə alırlar, şahiddən müsahibə alırlar, hadisə şahidi, onu tapan şahiddən müsahibə alırlar. Adam istintaqa verdiyi müsahibənin eynisini deyir. Deyir ki, ilk sözü o oldu, mənə kömək edin. Mənə yardım edin, kömək edin deyən adam, intihar edən adam bu sözü deməz. İntihar edən adam bu sözü deməz. İkinci bir faktor, ağlı başında olan adam bu sözü deyər. Yəni, bu öz ağlında olub həmən. Bu da ikinci bir şeyi təksib edir ki, bu intihar faktını da təksib edə bilir. Eyni zamanda hər hansı bir nəyinsə təsiri altında olmanı da təksib edir. Çünki ağlı başında olub, huşu özündə olub və kömək etmək olunduğunu bilir. Bu adam kömək istəyir. Bu məsələ var. Buna bir fikir bildirək. Bilirsiniz, əslində bunlar hamısı versiyalardır, təbii. Hamımızı düşündürən məsələlərdir. Bu ola bilərmi, ola bilməzmi? Bir məsələni deyim sizə.
intihar eləyən adamlar bəzən olur ki, artıq öldüyünü hiss edir, görür də, məsələn, tutaq ki, özünü asır. Asdığı bir məqamda xilas olmağa çalışır. Artıq gecdir, mümkün deyil, ola bilmir. Mən demirəm, ha, bu intihar eləyib. Ümumiyyətlə deyirəm. Əgər o yuxarı mərtəbədən yıxılırsa, təbii ki, bunda sınıqlar olmalıdır, çox ciddi sınıqlar olmalıdır. İndi biz bilmirik, bunlar varmı, yoxmu? Həkimin rəyi olmalıdır, təbii, ekspertin rəyi olmalıdır. Bunlar olandan sonra bu məsələlər aydınlaşa bilər. Amma yenə deyirəm, hansısa versiyanın üstündə dayanmaq istəmirəm. Çünki mən hüquqşünasam, hansısa versiyanın üstündə dayansam, bu bir növ, belə deyim də, qeyri-peşəkarlıq olur. Bəli. Çünki bunun artıq son sözü hüquq mühafizə orqanları deyəcək, istintaq gedəcək. İstintaqın gedişinlə bağlı hələ heç bir məlumat verilmir. Verilmədiyi tərzdə mənim şəxsən tutaq söylədiyim hansısa bir fikir düzgün anlaşılmaya bilər. Ona görə hansısa versiyanın üstündə dayanmaq istəməzdim. Bəli. Düzdür, mən də fikirləşirəm, çox düşünürəm ki, bu Bizim ola bilər. subyektiv fikirlər bu ola ola bilər. bilər, bu ola Bir jurnalist ola kimi, bilərmi? bir vətəndaş kimi. Amma burada amansızlıq varsa, amansızlıq təbii ki, istisna edir o binadan yıxılmanı, istisna edir. Yəni o binadan yıxılma ilə amansızlıqla öldürülmə arasında biraz ziddiyyət var. Bu məsələnin digər tərəfi də var ki, sonda bu bir senari formasında da ola bilər. Bəzən bu cinayətlər var, üstü açılır. Azərbaycan polisi də dəfələrlə belə cinayətlərin üstünü açıb ki, yəni xüsusi senari ilə hazırlanmış, sonu intihar göstərirmiş kimi bitən biz bilmirik, bilirsiniz, amma yəni bunu yenə də bizim polisimiz sonda təsdiqləyəcək. Ağlımıza gəlməyən şeylər də ola bilər. Bilirsiniz, bəlkə də öz yaşıdlar, yeniyetmələr arasında olan bir hadisədir, biz bilmirik. Yəni törətdiyi hadisəni dərk eləmədən tutaq deyirsiniz, gözü çıxıb, gözünü çıxardıblar, nəsə bir şey olub, o bilmirik də. Çünki bu yaxınlarda bir materiala baxdım, keçmiş istintaq orqanının əməkdaşı müstəntiq bir şey söylədi ki, o bölgədə orta məktəb uşaqlarının hər birinin cibində kəsici doğrayıcı alət var. Yəni bunlar, belə deyim də, bu havadadırlar ki, hadisə olar, dava olar, biz bundan istifadə edirik. Amma bir şey unudurlar ki, Azərbaycan demokratik hüquqi dövlətdir. Azərbaycanda qanunlardan kənar, belə deyək də, törədilmiş cinayəti gizlətmək mümkün deyil. Yəni kim cinayət törədirsə, bilirsiniz artıq şəhərimizin hər tərəfində təhlükəsizlik kameraları var. Kameraları, görüntüləri qeydə alır. Yəni hara getsən belə, neynəsən belə, sən törətdiyin cinayətdən yayına bilməzsən, gizlənə bilməzsən. Peşəkarlıqla hüquq mühafizə orqanları əməkdaşları bu cinayətin üstünü açırlar. Mən düşünürəm ki, yenə deyirəm, qısa zamanda bu cinayətin üstü açılacaq. Təbii ki, biz də arzu edirik. Və biz də rahat olacağıq ki, bu cinayət açılsın. Ən çox da Elgünün valideynləri indi bu dəqiqə cinayətkarın tapılmasını ən çox istəyirlər. Çünki onlara tək təsəlli bu olar. Və RTV əməkdaşları da, yəqin kadrlardan görürsünüz, baxa da bilərik kadrlara. Elgünün valideynlərindən müsahibə alıblar və hətta Elgünün səs yazıları ilk dəfə bizim kanalın efirində yayımlandı. Səs yazılarında da anasından son zənglə bağlı planlarını açıqlayır, son zənglə bağlı geyimləri ilə bağlı məlumat verir, bunu edəcəm və s. Eyni zamanda anasının da müsahibəsi var ki, bildirir ki, bütün dünya susmasın. Susmasın, heç kim bir ana fəryad edir. Təbii ki, bu haqlı bir fəryaddır və biz inanırıq ki, Azərbaycan polisi, Azərbaycan prokurorluq əməkdaşları tezliklə bu cinayətin üstünü açacaq və ictimaiyyətə geniş açıqlama veriləcək. Mən bir məsələyə toxunmaq istəyirəm. Mətbuat Şurası da bundan bağlı sosial şəbəkə istifadəçilərini və vətəndaş mediası fəallarını ayrı-ayrılıqda çağırışlar edib ki, dezinformasiyalar yayılmasın və s. Mən tam dəstəkləyirəm bu çağırışı. Amma bir məsələ var. Bugün Azərbaycan mediasında Elgün İbrahimov cinayətində kifayət qədər Azərbaycan mediası yenə qeyri-peşəkarlığını göstərir. Yenə qeyri-peşəkarlığını göstərir. Bütün xəbərlərin başlıqlarında, ilk cümlələrində xəbər IP-si yığmaq üçün, baxış yığmaq üçün intihar sözlərindən istifadə olur. İntihar versiyaları dilə gətirilir, anonsa verilir. Axı siz ailəni üzürsünüz. Axı bu insanların dərdləri var, övlad dərdləri var. 18 yaşlı övladlarını itiriblər. Onların tək eşitmək istəmədiyi şey intihardır. Bunu səsləndirmək olmaz.
Məncə Mətbuat Şurası bu media bu istiqamətdə də xəbərdarlıq etməlidir ki, o da bir dezinformasiyadır. İntihar versiyasını səsləndirmək və bunu bir versiya olaraq demək də bir dezinformasiyadır. Qoyun cəmiyyətimiz dezinformasiya olmadan real fikirləri öz ağılları istiqamətində, öz düşüncələri istiqamətində, öz subyektiv fikirlərini səsləndirsinlər və mediada öz araşdırmasını etsin. Bugün Elgin İbrahimov cinayətində Azərbaycan mediasında araşdırma fəaliyyəti ilə bağlı, jurnalist araşdırması ilə bağlı bir dənə yazı, bir dənə video material tapmaq olmaz. Hər kəs hazır press relizlərlə işləyən bizim mətbuatımız, bəzi nümayəndələri, media nümayəndələri ancaq gözləyir ki, hansısa bir rəsmi orqan açıqlama verəcək və bunu paylaşacaq press relizlə bağlı. Amma bir jurnalist araşdırması oldu mu? Bir getdinizmi oralara? Çıxdınızmı? Bir araşdırma apardınızmı kriminalistlərlə hadisə yerində, hadisədən sonra bir bəlkə bu cəhətdən bir ailəyə dəstək olaq. Bəlkə bu cəhətdən bir onların belə deyək də dərdlərinə şərik olaq. Amma bu intihar xəbərlərini yığışdırın. Yəni rəsmi təsdiq olsa, təbii ki biz də verəcəyik, hər kəs verəcək. Azərbaycan prokurorluq orqanları rəsmi açıqlama versə, hər kəs verəcək. Amma versiyalarınızı özünüzdə saxlayın. Bu məsələ ilə bağlı mən sizdən hüquqi tərəfdən məlumat almaq istəyirdim. Adətən istintaq proseslərində bu müddət nə qədər çəkir, nə qədər çəkə bilər ki, məlumat açıqlaması, prosesin belə deyək də ilkin, məsələn, tibbi ekspertizanın rəyləri hələ açıqlanmayıb, nə vaxt açıqlanacaq, ilkin ehtimal nə vaxt bilinəcək, cinayət işinin hansı maddələr üzrə açılması siz dediniz versiya, o nə vaxt belə deyək də artıq cinayət təsdiqini tapmamışdan açılır da mən bildiyimə görə. Yəni o proseslər barədə məlumat almaq istəyirəm. Bilirsiniz, bunun konkret müddətini demək olmaz, 2 ay da çəkə bilər, artıq da çəkə bilər. İstintaqın başa çatma müddəti var təbii, amma işin gedişi, istintaqa kömək edən bayaq dediyiniz şahid ifadələrinin doğru verilməsi, istintaqla əməkdaşlıq edilməsi, bu məsələ elə bir məsələdir ki, bu cinayət haqqında məlumatı olan hər bir kəs istintaqla əməkdaşlıq etməlidir. Əlbəttə, bu əməkdaşlıq məsələləri reallaşarsa, istintaqın tezliklə başa çatması mümkündür. Amma yox, törədilmiş cinayətin açılmasında müəyyən əngəllər varsa, maneələr varsa, hansı ki, bəlkə də tutaq ki, kimlərsə bilərəkdən buna mane olursa, əlbəttə bu proses uzana bilər. Bu prosesin də uzanması təbii ki, ictimaiyyətə açıqlamanın zamanında verilməsinə əngəl yaradır. Yox, sübut edici məlumatlar əldə olunursa, sübutlar toplanırsa, tam hər şey müəyyən olursa, təbii ki, bu zaman ictimaiyyətə açıqlana bilər, ictimaiyyət məlumatlandıra bilərlər ki, məsələ bu yerdədir. Amma elə mərhələlər var ki, o mərhələdə bu məsələlər gizli saxlanılmalıdır. Sübutlar da, istintaq sirri də, protokollar da, çəkilişlər də qanunla müəyyən olunmuş formadır bunlar. Həm cinayət prosessual məcəllə, həm də cinayət məcəlləsində müəyyən olunmuş qaydadır ki, bu məsələlər müəyyən müddət gizli saxlanılmalıdır. Əgər o prosesə cəlb olunan şəxs varsa kimsə, o məlumatları heç bir yerdə səsləndirməz. Bununla bağlı prokurorluq da, baş prokurorluq məlumat yayıb, rəsmi çağırış edib ki, əgər kimlərinsə bununla bağlı dəlilləri, sənədləri varsa, təqdim etsinlər prokurorluq orqanlarına və bunlar istintaqın gedişatına böyük təsir göstərəcək müsbət formada. Hər birimiz bugün ümid edirik ki, bu cinayət tezliklə üstü açılacaq, bu qətlin sirli təfərrüatları açılacaq. Yəni vətəndaşlıq borcudur hər kəsin. Yəni bu məsələyə kömək göstərmək, yardım eləmək. Çünki bu gün cəzasız qalan, açılmayan cinayət sabah başqa bir cinayətin törədilməsinə şərait yaradacaq. Yəni bir Elgünün yox, yüzlərlə Elgünün öldürülməsinə səbəb olacaq. Yəni o cəzasız qalmasından ruhlanıb bu cinayətləri davam elətdirəcək. Ona görə ümid edirəm ki, bu ictimaiyyəti bu qədər sarsıdan bir cinayət açıq, bağlı qala bilməz. Mən təşəkkür edirəm sizə. Bugün qonağımız oldunuz. Rəşid müəllim, ümid edirəm ki, bizim artıq bu sizinlə ilk müsahibəmiz idi. Bundan sonraki verilişlərimizdə də sizin fikirlərinizi öyrənmək bizə xoş olar. Çünki dəyərli fikirləriniz var və müsahibə olaraq da çox maraqlı müzakirələr alınır. Minnətdaram sizə. Son olaraq bir məsələni də deyim, yekunlaşdıraq. Deməli, bəzən insanlar həvəslənirlər sosial şəbəkədə bax bu formada məlumatları ötürməkdən, tək belə deyim də, kütləvi informasiya vasitələrində yox, sosial şəbəkələrdə də məqsədli şəkildə intihar versiyasını atırlar. Nə üçün? Daha çox insanları cəlb eləmək üçün, daha çox hype yığmaq üçün bu kimi şeylərdə cəlb edirlər. Amma
cəmiyyətdə həm yanlış təsəvvür yaradırlar, həm istintaqın gedişinə mane olurlar. Təəssüflər olsun ki, sosial şəbəkədə bu məsələlərə qarşı mübarizə aparmaq tək Azərbaycanda yox, dünyada böyük bir problemə çevrilib. Sosial şəbəkələr haqqında qanun qəbul olunsa belə, inanın ki, bununla bağlı mübarizə aparmaq çox çətindir. Nəzarət mexanizmi Bəli, çox çətindir. Yəni bilirsiniz ki, onlar xarici ölkədən idarə olunur. Onlarla müqavilənin bağlanması, yaxud hansısa bir qanunun qəbul olunması. Biz bilmirik ki, onlar həmin hadisələri törədənlər haqqında məlumatları ötürəcəklərmi bizə, verəcəklərmi? Bax, bu sual altında olan məsələdir. Çünki elə Avropa dövləti var ki, sosial şəbəkələr haqqında qanun qəbul edib, amma Facebook, Instagram, digər sosial şəbəkələr o məlumatları lazım olan, məsələn, cinayətkarın olduğu yer haqqında məlumatları ötürmür. Bax, bunlar ciddi problemdir. Bəli, təşəkkür edirəm, minnətdaram. Çox sağ olun. Çox sağ olun. Verilişimizin sonuna çatdıq. Bax, belə dəyərli tamaşaçılar, bugünkü verilişimizin sonuna çatdıq. Növbəti həftə görüşənədək sağ olun, salamat qalın.